Elmir və Günların da olduğu düşərgədə Elmir oğlanların sayını, qızların sayı nisbətini hesablayanda özünü və Günları saymaq unudur və 5-də 3 kəsiri tapır. Qeyd edirəm oğlanlar və qızlar. Tutaq ki, x nəfər oğlan var, y nəfər qız var. Oğlanları sayanda özünü saymadığı üçün o zaman y çıx 1 sayda oğlan sayı. Qızlardan da Günları saymadığı üçün y çıx 1 sayda da əslində qız sayı. Oğlanların sayını, yəni y çıx 1-i, qızların sayı nisbəti, yəni y çıx 1-ə nisbəti 5-də 3 kəsirdir. Qeyd edirəm 5-də 3. Davam edirəm. Günlar isə oğlanların sayının, qızların sayı nisbətini hesablayanda özünü saymağı yaddan çıxarır. Normalda y nəfər qız var. Özünü saymadığı üçün y çıx 1 sayda yenə qız sayır. Elmiri isə 2 dəfə sayır. Normalda x oğlan var. Elmiri 2 dəfə saydığı üçün oğlanların sayı 1 artacaq. Yəni x plus 1 olacaq. Oğlanların sayını, yəni x plus 1-i, qızların sayını, yəni y çıx 1-ə nisbəti 3-də 2-dir. Bunu da qeyd etdim. Gəlin o zaman sistem tənliyi həll edək. Buradan çarpaz vursaq, nə almış olacaq əslində? Alırıq 5x çıxılsın 5 bərabərdir. 3y çıxılsın 3. Buradan tapıram 5x çıxılsın 3y bərabərdir. Mənfi 3 plus 5, yəni müsbət 2. Bunu tapdım. Yenə buradan çarpaz vursaq, nə almış oluq əslində? Deməli, qeyd edirəm 3x plus 3 bərabərdir 2y çıxılsın 2. 3x çıxılsın 2y bərabərdir mənfi 2 çıx 3, yəni mənfi 5. Bu sistemi həll edək. Bunu yan-yana yazacağım. 5x çıxılsın 3y bərabərdir 2. Deməli, mən y-i yox edəcəm. Buradan 3-ə, bunu da vuracam mənfi 2-yə. Nə almış olacam əslində? 9x çıxılsın 6y bərabərdir mənfi 15-ə. Mənfi 10x plus 6y bərabərdir mənfi 4-ə. Sistemi həll etsəm, tərəf-tərəfə toplasam bu ikisi islah gedir. O zaman nə almış oluq əslində? Mənfi x bərabərdir mənfi 19-a. X-in özü bərabərdir o zaman 19-a. X tapdım 19. Tutaq ki, bu tənlikdə yerinə yazıb y tapacaq. 5 vurulsun 19 çıxılsın 3y bərabərdir 2-yə. Buradan tapıram 3y bərabərdir 95 çıxılsın 2. Bu da bərabərdir əslində 93-ə. Y-in özü bərabər 93 bölünsün 3. Yəni o zaman 31-ə. X-i y-i tapdıq. Düşərgədə neçə uşaq var? Uşaqların da sayı x plus y olduğundan doğru cavabımız olacaq əslində 31 plus yəni 19. Bu da bərabərdir 50. Düzgün cavab 50.